Salam hörmətli izləyicilərim. Hər vaxtınız xeyir olsun inşallah. Əziz izləyicilər, görürsünüz ki, bu dəqiqə Ramanın elə bir yerindəyik ki, Zabrat maçları magistralından 354 metr məsafədə ideal təminlə həyat evi sizə göstərəcək ki, sənəti kubdadır. Daxil olarkən, baxın, belə bir naves, yəni qaraj kimi istifadə edə bilərsiniz. Tam təmirli, həyətində olan gülü, gülüstanı, həmin maşallah olsun, evdə heç bir nöqsan yoxdur. Kamera tərkəsi, damofonuna qədər hər bir mövzu. Zəhmət olmasa həyəti göstərin. Arif bəy. Maşallah olsun evdə. Həqiqətən çox gözəldir də. Yəni altda padval hissəsi olsun, birinci mərtəbəsi, ikinci mərtəbəsi, yəni həm evin betonu var. Həm birinci mərtəbənin monoliti var, həm də ki 1-dən 2-nin monoliti var. Yəni evdə də hal-hazırda heç nəyə ehtiyac yoxdur. Baxın, gəldiniz misal üçün. Burada görürsünüz suyun təzyiqini. Əlinizi yuyun, nə bilim, yəni istirahət edə biləcəyin hal-hazırda həyətdə çox bir şey var ki, dekorativ ağacları olsun. Maşallah da nə bilim. Zəhmət olmasa padval hissəsində görsəniz Arif bəy. Bütün mərtəbələr arasında keçidimiz var. Görürsünüz ki, beton. Üst hissəsində görsəniz, bu birinci mərtəbənin monolitini görsünlər. Burada istəsəniz yeyilib qoxulu yeməkləri hazırlamaq üçün yerimiz də mövcuddur ki, və əziz izləyicilər, əsasən nədir? Baxın, istirahət otağı. İyili qoxulu yemək olsa da Azərbaycan milli mətbəxinə qurban olun. Təbii ki, tam olaraq istirahət otağıdır. Qonağınızı burada da yəni yola sala bilərsiniz. İstədiyiniz nə bilmə, burada kimsə istirahət edə bilər və gördüyünüz bütün hissə tamamilə stipoldan ibarətdir. Yəni görürsünüz də kollektor sistemi, kombi sistemi. Təbii ki, həm bu mətbəx mebeli qalır, həm də ki evin daxilində. Və əziz izləyicilər, danışıb da ev sahibi ilə müəyyən əşyaları da, ümumiyyətlə nəinki müəyyən, bütün əşyaları da saxlatdıra bilərsiniz. Ümumiyyətcə evin həyətində və evində 4 dənə sanitar qovşaq var ki, biri buradadır, biri həyətdə və ikisi də evdədir. Yəni, birdən ikiyə və yaxud da həyətdəyəm, qalxın birə məsələsi yoxdur burada. Yəni, maşallah olsun ki, yəni buradayamsa burada rahatdır, oradayam, orada rahatdır, birdəyəm və yaxud da ikidəyəm. Yəni, həyətin gözəlliyi Arif, nəyə desən dəyər də. Düzəmlə? Nə bilim, mən fikirləşəm ki, pullardan tapın bu evi özüm alım. Yəni, həqiqətən, sənəti kubca elə bilirsən ki, Qəbələdə Qubadasın da. Zəhmət olmasa sənəti qovşaqda göstərək. Hamısı da tam təmir. Evin 1 manat da olsa nəyəsə ehtiyacı yoxdur. Sənəti konkret paket kubcadır. 2016-2017 tikilidir. Yəni necə lazımsa oturmuş evdir. Görürsünüz ki, ev kamera tərəfindən idarə olunur. Yəni qorunur. Damofonuna qədər hər biri qaydasındadır. Kameranın biri də bu tərəfdə və 360 kamera. Yəni hər tərəfə dönə bilən kamera. Gözəlliyə bax maşallah. Gözəlliyə bax. Bir dəqiqə ürəyim gedəcəksən. Yəni həqiqətən çox keyfiyyətli. Polda yeriyirsən deməzsən ki, yəni bu düzdür köhnə ona keyfiyyət görsənir. O vaxtın pol sistemi, o vaxtın nə bilim betonu. Yəni həmin evlərdəndir də. Kombi sistemidir təbii ki, görürsünüz. Həmin buradasınızsa siz zəhmət olmasa problem deyil. Keçə bilərsiniz. Hə, keçin o tərəfə. Arif, gəl bana göstərək. Baxın əziz izləyicilər. Mətbəxin genişliyinə baxın, stol var, oturmaq üçün yerimiz var. Mətbəx həqiqətən çox, belə deyim, keyfiyyətli materialla düzəlmə mətbəx belə deyil. Və bu qədər də boşluq məsafəmiz qalır. Necə, əziz qardaş, keçək digər yerləri göstərək ki, videoda çox uzanmasın. Hamama bax. Maşallah. Nə deyim, tam təmirli deyim, heç nəyə də ehtiyac yoxdur. Arzumdur, var elə bir yerdə uzanım. Keçin. Hə, bu da qalacaq, qardrof da qalacaq, bəli. Yəni ki, əziz izləyicilər, ümumiyyətcə bütün əşyaları da danışıb, ev sahibindən saxlatdıra bilərsiniz. Dekorasiya var, dekorasiya. Gör nə qəşəngdir. Təbii ki, bir daha qeyd edirəm. Evimizin alt hissəsi də betondur, mərtəbə araları da betondur və birinci mərtəbənin də arası yəni betondur. Düşün ki, o dərəcə keyfiyyətli və zövqlə tikili bir evdir. Arif müəllim, yenə farmazonluq edirsiniz. Ümumiyyətcə əzizləzi, evimiz hal-hazırda 4 otaqdan ibarətdir və bir dənə də həyətdə var ki, kömək otağı. Zəhmət olmasa bu otağı da göstərək. Sənət kubcadır və paket kubcadır. İpotekaya yararlıdır. 4 otaq və həyətdəkiləri qeyd etsək ki, 5 otaqlıdır. Maşallah olsun, yəni bundan artıq həqiqətən can sağlıqdır ki, bu qiymətə. Qiyməti də deyə əziz dostlar. Çünki o qədər evi gördük, daha ev haqqında danışdıq falan. Qiyməti unuduruq, üzrü sayəsiniz. Qiymət 189.000 manatdır. Əl damsı.
Yəni lazım olsa, baxın bu da ikinci mərtəbədə yerləşən sanitar qovşaq. Həqiqətən heç nəyə ehtiyac yoxdur və məlum məsələ ki, stipoldur. Da nə istəyirsən bunun artıq? Elə bunların aksesuarların neçə min qiyməti var. Buranı da bağlayaq. Ümumiyyətcə evimiz 4 otaqdan ibarətdir və sonuncu ailə yataq otağını sizlərə göstərək. Pəncərələri olsun, maşallah olsun da. Yəni şəbəkə pəncərələrinə qədər gözəl görsənsə də bu karetmin pəncərələrə qədər mənim xoşuma gəlmir də. Bunu da əmə göstərmişəm. Bu da əzizlərcə evimizin eyvandan olan görüntüsü. Zəhmət olmasa qardaş, buranı da görsən, sakit deyə bir dənə bax. Hara getmək istəyirsən, çıxdın 2 dəqiqəlik yoldur. Evin qabağından demək olar ki, marşrut keçir. 2 dənə marşrut xətti. Həm 166, həm 163. Mindin birbaşa şəhərə işləyən avtobuslardır. Magistralla məsafəsi Zabrat Maçdağa magistralına, Araz Makidə çatmamış. Yəni bilən bilir ki, burada torpaq sotunun qiyməti tapsaz əgər 15 min manatdır. Yəni düşünün ki, belə bir yerdə ideal təklif. Allah alan da satan da xeyir eləsin hər bir halda əziz izləyicilər. Siz də evinizi satmaq istəyirsiniz, səhifədə qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərsiniz ki, satışında köməklik göstərə bilərik. Sağ olun, sağlıqla qalın.